Xanımlar və qızlar da hər zaman məndən soruşur ki, bax nə deyərdin, nə edərdin? Mən bir qadın kimi, mən bir ana kimi öz yolumu da düşünəndə həmişə baxmışam ki, biz müəyyən bir müddətdən sonra, əsasən ailə qurandan sonra bizim təyinatımız daha da, yəni adlarımız daha da çoxalır. Biz həyat yoldaşı oluruq, ana oluruq. Bax dediyiniz kimi müəlliməm, koçam və s. və bu adların içində bir də görürsüz ki, özümüzü unuduruq. Kiməm mən? Mən vəfayam. Yəni bunların hamısını kənara qoyanda mən vəfayam və vəfanın da arzuları, istəkləri və bu həyata gəlmə səbəbi var. Tamam, övladımı sevirəm, onun da həyatının gözəl olması üçün o yolda dəstəkləyirəm və s. Həyat yoldaşım, ona da diqqət ayırıram. Onunla da bu həyatı gözəl yaşamağa niyyətliyəm. Amma bunların hamısını kənara qoyanda ananı, atanı, bacını, qardaşını, bütün məsuliyyətləri qoyanda bir insan kimi, bir yaradılış kimi mən bura nə üçün gəlmişəm? Mən bu həyatdan nə istəyirəm və bu həyata nə verəcəm? Bir tək bunu unutmasınlar deyərəm. O zaman onların gözlərində hər zaman parıltı olacaq və onlar doğrudan da xoş həyat yaşayacaqlar.